Hacılar kəndi ərazisində yerləşən mağaranın girişi özünə məxsus formalar və relyef yaradan oyux forması ilə maraq yaradır. Mağaranın divarlarındakı çoxrəngli minerallar, su damcılarının səsi və küləyin yüngül pıçıltısı ziyarətçini mağaranın ecazkar dünyasına qərq eləyir. Bu mağaranın turizm potensialı çox böyükdür. Ziyarətçilər maraqlı ekskursiyalarda iştirak eləmək, unikal flora və fauna ilə tanış olmaq və bu mənzərənin təbii gözəlliyindən həzz almaq imkanı əldə edirlər. Bölgədəki bu mağaralar eramızdan əvvəl 1-ci, 2-ci minilliyə aid edilən Azıq və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dünya tarixinin maraqlı, dəyərli və nadir təbiət əsərlərindəndir.